İynəni alırıq əlimizə. Bəzi dili iynəlilər kimi biz də başlayırıq göyəmlərimizi iynələməyə. Göyəmlərimizin hər tərəfini qəşəngcə iynələyirik. Daha sonra isə qazanımıza şəkər tozu əlavə edirik. 1 kiloya 1 kilo 200 qram şəkər tozu əlavə edib, üzərinə 1 stəkan su əlavə edib, daha sonra isə qarışdıraraq bişirib şərbət hazırlayırıq. Şərbət hazırlandıqdan sonra meyvələri içərisinə əlavə edib, hər tərəfini şirəyə batırıb, daha sonra isə qazın altını söndürürük. Meyvələri tam soyuduruq. Soyutduqdan sonra isə təkrar gür odda 15 dəqiqə təxminən bişiririk. Çox qatılaşmamalıdır, çünki zaten qaldıqca qatılaşır. Ona görə 15 dəqiqə qaynatmağımız kifayətdir. Üzərində yaranan kəflərini yığırıq. Soyuduqdan sonra isə pankalara doldurub sərin bir yerdə saxlayırıq. Hazırlayan hər kəsə indidən nuş olsun.